çevirsin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Xələfşə deyəndə mənim nəzərimdə 23 ay üzvü olan bir ailəni təsəvvürümə gətirirəm. Çünki tayfa deyəndə biraz nəysə ayrılıq, biraz qırğınlıq, nə bilim, nəysə başqa cür başa düşülür. Amma Xələfşə 23 ailəli, yəni 23 tayfalıq bir ailədir. Xələfşənin ailəsi ilə ailə üzvü yoxdur ki, o başqa ailə üzvləri ilə, tayfalarla yaxından sıx qohumluğu olmasın. Biraz dərinə gedəndə hətta 2-3 tərəfdən qohumluğu olur Xələfşənin. Ona görə Xələfşəni heç kim sındıra bilməz. Heç bir qüvvə, düzdür, bir şey deyim. Deyir, Allah yaşadanı, Allah istəməsə heç kim sındıra bilməz, heç kim ayıra bilməz. Allah istəməyəni də heç kim birləşdirə bilməz. Demək, Xələfşə cəmaatını Allah çox istəyir. Ona görə də Xələfşə cəmaatı həmişə birlikdədir. Bir misal var. Baxmayaraq ki, Xələfşə cəmaatı hətta Respublikadan kənar da çox yerlərə səpələniblər. Amma o mağıllarda olduğu kimi, tükü calayan kimi cəmaat hamısı birləşir. Hamısı bir yerə yığışır. Hamısı bir-birinin dərdinə, sevincinə şərik olur. Buna görə mən kəndimizə, bizim vətənimizin övladlarına çox-çox minnətdarım. Bu qrupun Xələfşə qrupu 2 hissədən ibarətdir. Onun əsasını qoyan bizim əzizimiz İlhamə xanım olubdur. Sonradan Səidə xanım da bir qrup yaradıbdır. Eyb yoxdur. Bu 2 qrupun bir yerdə işləməsi əlbəttə bizim qüvvəmizi, gücümüzü də artırır. Allah'tan mən bu 2 qrupun həmişə bir yerdə olmasını arzuluyuram. Yenə də deyirəm. Onlar bizim Cəfərqullar qrupu yaradacaq. Arzu edirəm ki, bax dediyim kimi Allah ayırmasa heç kim ayıra bilməz. Allah birləşdirmək istəməsə heç kim birləşdirə bilməz. Xahiş edirəm sizdən qrupun hər iki rəhbərləri, hər iki adminləri xahiş edirəm bir yerdə olun. Bir-birinizdən ayrılmayın. Həmişə bir-bir. İnşallah. Mən şəxsən sentyabr ayından indiyə qədər mən bu qrupun burada gəlib getmişəm. Mən daş daşımamışam, mən fiziki kömək eləməmişəm. Amma hər dəfə qrupun yanında, burada Xələfşəyə gələn qrupun yanında həmişə olmuşam. Mən onların necə qarışqa kimi işlədiklərini görmüşüm. Açığını deyim. Bu 3 nəfər Rafiqdir, sonra Səidədir, bir də Qədirdir. Bu üçü əlbəttə hər dəfə olurdular. Onlardan əlavə də 4 nəfər, 5 nəfər Xələfşənin gənclərindən, ürəyi yananlardan hamısı iştirak ediblər bu əməkdə. Bu o demək deyil ki, indi Xələfşənin burada iştirak eləməyən, bura gələ bilməyən üzvləri, elə bilirsiniz, onların hamısının ürəkləri buradadır. Hansı səbəbdənsə gələ bilməyiblər. Yəqin ki, gələcək görüşlərimizdə onlar da iştirak edəcəklər. Arzu edirəm ki, gələcək görüşlərimiz davamlı olsun. Davamlı olsun, davamlı. Və burada gəlin belə danışaq. Elə danışaq ki, müəyyən bir gün təyin edək. Hər ilin həmin gününü Xələfşə cəmaatının hamısı burada görüşsün. İndi kimin imkanı olar gəlməyə maddi cəhətdən deyirəm, gəlsin. İmkanı olmayanlara da imkanı olanlar kömək eləsinlər. Çünki hamının ürəyi buradadır. Amma burada bu işdə iştirak eləmək istəyir. Burada öz əməyini göstərmək, öz istəyini göstərmək istəyir. Allah bizim kəndimizin cəmaatını heç vaxt bir-birindən ayırmasın. Elə həmişə mehriban olsunlar. Heç bir kin, küdarət olmasın heç kimin arasında. Allah birliyinizi belə necə deyərlər, həmişə başa dönəsin. Allah kömək olsun. Sağ olun. Bəndənin eləməyinə heç bir şey deyə bilmərəm. Allah hamımızın köməyi olsun. Hamımız, mən deyirəm, yenə təkrar edirəm ki, Rafiqdir, Səidədir, Qadirdir, sonra Seyiddir. Bunlar dəhşət dərəcədə... Kimin? Dağbəyinin. Hə, Dağbəyin məni bağışlasın, sonra baxsın məndən... Ne oradadır. Dağbəyə heç mi? O bilirsiniz nəyə görə? Bilirsiniz nəyə görə mən Dağbəyinin adını çəkmədim. Yadıma düşmədi ki, bir şey deyim ki, o danışan da öldü. Nə qədər olsa, nə söhbət ömründə onun səsinin çıxdığını heç kim eşitməyibdir. Allah onun da kömək olsun. Oğlunun toyunda Allah və söyləkdən iştirak edək. Kim? Leyli xanım. Hə, bizim qrupların qiyabi üzvləri də, Leyli xanımdır, sonra Seva xanımdır, o biri İlhamədir, sonra bağışlayın mən, çoxunuzun adını yadımda saxlaya bilmirəm. Hamınıza yenə minnətdaram ki, hamınız çox aktiv iştirak edirsiniz qrupun işində. Mən özüm iştirak eləmirəm, çünki o mənim bir növ
heç vaxt iştirak edə bilməmişəm. Əsas odur ki, yəni mən həmişə yanınızdayım. Hər vaxtda nə gücüm çatan, nə kömək olursa, həmişə hazıram. Mama ayrı aynı oldu. Bilmirəm də indi hər halda yaşım 80-a yaxınlaşıbdır. Həyat təcrübəm var. Ola bilsin ki, fiziki yox, maddi yox, amma fikri cəhətdən nə edəsə Sənan da kömək indi edə bizlə bilərəm. gəldi. Ona görə də Sənan da bizlə gəldi. Hamınızı qucaqlayıram, Amma hamınızı tezdən- öpürəm. Tezdən deyirlər də İbrahimin yeri boş idi Və da. O Ayşə dedi, musiqiçilər. Rəqsəm. Mənə 2 dənə mahnı çalsınlar, 2 mahnıya mən oynayacağam. Onlardan biri Qəmərimdir. O mahnını qutarandan sonra bir dənə Qoçəli, əgər kişilərin içində Qoçəli mahnısını oynayama bacaran varsa, buyursun meydana. Leyli xanıma söz ver. Yox, Leyli xanıma söz ver. Sən də bağışla, onu yadımdan çıxar. Qarışdırmayın. Yox deyən, təkcə sən yox. Bir də ki, burada bu günləri ad günü olan, anadan dünyaya mələk kimi gələn 2 nəfər var. Biri Səidə xanımımızdır, biri də Bəbir balamızdır. Allah onların ata-anasına rəhmət eləsin Səidə anası. Allah özlərinə uzun ömür, can sağlığı versin. Heç olmasa bizim yaşımıza gəlib çatsınlar. Allah can sağlığı versin. Leyli xanıma bir dənə xahiş edirəm. Leyli xanıma söz verin. Sən ürək. Salam, əziz Xələfşəlilər, anamın qanından, canından olanlarım. Seva xanım ürəyimdən keçən çox sözləri dedi. Mən bugün bu dağlarda əks olunan səsləri, ruhlar onu dinləyir. Mən Xələfşə qəbirstanlığında olan bütün ruhlara deyirəm, məkanınız cənnət olsun. Amin. Bugün Xələfşiyə gəlişdir, ilk gəliş, ilk görüş. Bütün tayfalardan nümayəndələr var.